Bir var həqiqi malikiyyət, bir də var etibari şərti. Həqiqi malikiyyətdə, o mülkiyyətdə, mülk malikdən heç vaxt ayrılmır, həmişə ondandır. Həqiqi malikiyyət odur, həmişə ondandır. Həmən mülk, həmişə həmən malikdədir. Heç vaxt ondan ayrılmır. Aydın olacaqsa nə demək istəyirəm. Bir də var şərti malikiyyət. İndi mənimdir. Mən saatım var, tutaq ki, indi mənimdir. 5 gündən sonra ehtiyacım oldu, götürdüm, satdım, verdim, oldu sənin. Yaxşı. Buna deyirlər etibari şərti. Nə mənada? Ya bugün sənindirsə, sabah sənin deyilsə, elə bu sənin deyil. Həqiqi malikiyyət budur ki, həmişə sənin olsun. Heç vaxt sənə ayrılmasın. İndi gətirəm mövzunu həyatımıza. Özümüzə də gətirirsə, o aparaq mövzunu Allaha. Məsələn, mal, dövlət də belədir. Bugün sənindir, sabah sənin deyil. Diqqət edirsən, bugün sənindir, sabah sənin deyil. Ən azından elə dünya demirəm. Lap gedək o tərəfdə, öldün, dünyadan getdin. Tarzıda qoydun, getdin. Da qəbrə qoyanda sənin deyil. Bir şey ki, öləndə məndən ayrılır, elə əvvəldən mənim deyil. Mənim deyildi o. Mənim olsa da mənlə qalardı da. Dünən necə mənim idi, bugün mənim deyilsə, deməlidir mənim deyildi. Həyata bir dəngə bu gözlə bax, bu eyni ilə bax. Zahiri gözəlliyin, cavanlığın bugün var, sabah o qırış olacaq, qocalacaqsan, o qara saçın, saqqalın ağarır astasında. İndi nədir? Əlindən çıxdısa, heç onda da sənin deyildi. Onun həqiqi sahibi o idi. Onda onundursa xəyanət eləmə. Onundursa o vücudla insanları günaha salma.